Mas hazırda ideal bir həyat evimizin təqdimatını edəcəm sizlər üçün, dəyərli izləyicilərimiz. Duz Gölünə panoramik mənzərəsi olan sakit bir məhəllədə 6 nömrəli məktəbin tam yaxınlığında. Bax, belə bir səliqəli, geniş həyat yanı sahəsi. Nicat qardaşım, bir də oranın çay zəhmət olmasa. Torpaq sahəmizdə var ki, gül falan əkmək üçün istifadə edə bilərsiniz. Dəyərli izləyicilərimiz, darvaza hissəsi də birbaşa küçəyə açılır. Girişdə trapımızı görə bilərsiniz. Mərkəzi kanalizasiya sistemi, evimizin küçə hissəsini sizlər üçün göstərim. Geniş, sakit, çox gözəl də bir məhəlləsi var. Demək olar oturmuş bir ərazidir. Keçid edirəm evimizin yenidən həyat yanı sahəsinə. Hər tumbasından da bir demək olar ki, gecə aydınlatmalarından istifadə olunur. Axşam vaxtı həqiqətən çox gözəl görsənir. Qupquru, dərin və bütün otaqların altını əhatə edən zirzəmi hissəsi. Bu arada evimiz tam olaraq qoşadaşla tikilib. Evimizin fundamenti də var və başında kəmərinə kimi hər bir şey atılıb. Bundan da əlavə evimizin arxa hissəsi keçmək üçün ev sahibi tərəfindən səliqəli bir şəkildə keçid üçün yer buraxılıb. Zəhmət olmaz yuxarısında çək. Dəyərli izləyicilərimiz, ev çox kürsüləri gördüyünüz kimi rahatla bir 10 daş yerdən kürsülü. Bir əsas giriş qapımız var və əlavə olaraq da mətbəxdən də keçid üçün yer var. Göstərəcəm indi onu. Keçsə də evimizin interyerlə sizlər yaxından tanış edin. Bax, qalın evimizin giriş qapısı. Belə bir səliqəli dəhliz hissəsi. Gördüyünüz kimi burada da LED işıqlandırmadan istifadə olunub. Mətbəx hissəmizi görə bilərsiniz. Divar kağızları həqiqətən çox gözəl dizaynda, belə deyim, tikinti zamanı istifadə olunub. Sağ hissədə yerləşir qonaq otağımız. Tavanda LED işıqlar, TV stendimiz, pəncərəsi birbaşa Duz Gölünə baxır. Şəbəkə pəncərə seçimindən istifadə olunub. Parket seçimi də çox gözəldir və gördüyünüz kimi kondisionerin xəttinə kimi hər bir şey çəkilib. Və əlavə olaraq da 3 ayrı yataq otağı. Bu görə biləcəyiniz yataq otaqlarının içində ən balacasıdır, yəni kvadrat ölçüsü olaraq. Növbəti 2 geniş yataq otaqlarımız, dəyərli izləyicilərimiz. Özü bütün pəncərələrin qarşısı açıqdır. Yəni fikirləşərsiniz ki, burada hansısa ev falan tikilər. Evdə tikilib və arasında da məsafə saxlanılır. Və növbəti üçüncü yataq otağımız üzrə bir dənə çək buradan elə. Eyni ilə də ikinci yataq otağımız kimi pəncərəsinin qarşısı açıqdır. Bax, belə bir aynası, dolabçası və son olaraq da sanuza hissəsi. Paket kupçadır. Bir sözlə, özünüzdə ideal bir ərazidən ev axtarırsınızsa, bir mərtəbə 4 otaqlı. Məncə bu fürsəti əldən qaçırmayın. Paket kupça bizi izlədiyiniz üçün çox sağ olun.